Vobay qapıya zərbə vura biləcəkmi? Vobay qapı qarşısında zərbə və top Eşan Poladov topu geri qaytarır. Vobay iti küncdən qapıya zərbə vurmağa qərar aldı. Mənə gəldi ki, topu qapı qarşısında ötürəcək, ancaq zərbə vurdu. Emin Mehdiyevin ötürməsi. Mirzəbəyev topu geri qaytarır və Araz Abdullayev sol çatı topu meydandan çıxmasına imkan vermir. Zeyn Silva geridən hücuma kömək olur. Araz Abdullayevin qapı qarşısında ötürməsi. Kamales və gol! Çox gözəl bir gol və Elşən Poladovun bəli, oynamayan futbolçu budur. Bəli, qapıçının oyun təcrübəsi olmalıdır. Bunu bir daha biz görürük. Elşən Poladov belə reaksiya verməməli idi bu topa. 27-ci dəqiqə Neftçi 1-0 hesabı ilə öndədir Inter Arenadan və bəlkə də artıq məsələnin həll olunduğunu deyə bilərik. Kanalesin qolu son vaxtlar yenidən əvvəlki formasını bərpa edən Kanales, Çilili forvard çox gözəl qol vurur, davanı ilə topu qapıdan keçirir. Gəlin epizodun təkrarını izləyək. Sol çanta Araz Abdullayev yaxşı oynadı. Cəmiyyət açısında daxil oldu və budur. Davanı ilə qapıya zərbə. Eşan Poladov isə əlbəttə ki, gec reaksiya verir. Qapçı buna hazır olmalıydı. Bunu gözləməliydi ancaq fikir verin. Onun təcrübəsini aslında hər halda özünü göstərir. 1-0. İrəlidə Sezar Mezakkoli boş mövqeyə çıxır, ancaq ona topu ötürülmədi. Stankoviçin əla ötürməsi. Daşdemirov qapçı ilə üzbəüz qalır. Daşdemirov və gol! Hesab bərabərləşir 1-1. Vajislav Stankoviçin gözəl ötürməsi və qapçı ilə üzbəüz qalan Arif Daşdemirov 37-ci dəqiqədə hesabı bərabərləşdirir. Bərabərlik qolu 37-ci dəqiqə və qolun müəllifi Arif Daşdemirovdur. Bir daha epizodun təkrarını izləyirik. Əlbəttə ki, burada Neftçi müdafiəsinin səhvi. Emin Mehdiyevi qeyd edə bilərik biz. Eləcə də baxa görə daha kim var idi orada? Bəli, Emin Mehdiyevlə gənc Rahil Məmmədov da gecikdi, yubandı, təcrübəsizliyi özünü göstərdi və nəticədə Daşdemirov qapçı ilə üzbəüz qalaraq topu uzaq küncə göndərir. 1-1 hesab bərabərləşir. Stankoviç sol cana ötürdü topu. Daşdemirov. Delis Mezakkoli. Bakamyano. Mirzəbəyev cəmiyyət açısında ötürməsi başla qapıya zərbə və gol! Inter ikinci qolu vurur. Inter ikinci qolu vurur və müdafiəçilərin tamamilə boş buraxdı. Baçana Çıxadadze fərqlənir. Maraqlıdır, Neftçi müdafiəçiləri haradaydılar. Baçan Çıxadadze tam tək başınaydı və o başla topu qapıdan keçirir. Çox qəribə bir epizod alındı. İndi epizodun təkrarını izləyəcək. Çünki sağ jantan cəmiyyət açısında ötürmə və Baçan Çıxadadze tək başınaydı. Gəlin baxaq, Mirzəbəyevin daha bir ötürməsi. Sağ jantan cəmiyyət açısında budur. Heç kim mani olmur, heç kim mani olmur. Baçan Çıxadadze və tam rahat şəkildə Gürcü futbolçu başla topu qapıya göndərir. Neftçi müdafiəçilərinin kobud səhvi.